Eğer sen etrafındaki insanları davet ederek büyük biznes yaratırsansa, yani şebeke biznesindəsənsə, ilk önce insanların ihtiyacını üzerine çıkartmak bacarığını inkişaf etməlisən. Bəli, düz eşitdiniz. Ehtiyacların üzə çıxarılması bacarığı. İnsanları işe cəlb etmək üçün onların daxili ehtiyaclarını düzgün müəyyənləşdirmək lazımdır. İnsanların ehtiyacları müxtəlif səviyyədə ola bilər. Əsas ehtiyaclar, insanların ehtiyacları fizioloji ehtiyaclardan, yəni yemək, su, sığınacaq başlayaraq daha yüksək sosial əlaqələr, hörmət, özünü realizə etmək kimi ehtiyaclara qədər səviyyələrə qədər yüksəlir. İnsanların motivasiyasını artırmaq üçün, işə cəlb etmək üçün onun bu ehtiyaclarının hansı səviyyəsinin qarşılanmadığını tapmaq vacibdir. Fərdi ehtiyacların dərk edilməsi bacarığı. Hər bir şəxsin fərdi ehtiyacları fərqli olur. Bəzi insanlar iş şəraiti, maddi gəlir, qazancı düşünür, digərləri isə sosial əlaqələr, özünü tanıtma. Əgər siz o ehtiyacları düzgün üzə çıxarmağı bacarmasanız, heç vaxt o fərdi, o şəxsi işə motivasiya edə bilməzsiniz. Ona görə də insanlarla açıq və dürüst ünsiyyət qurun. Onların ehtiyacları və gözləntiləri barədə açıq suallar verin. Bu həm də liderlik və idarəetmə bacarıqlarını inkişafına kömək edəcək. İnsanların ehtiyacını üzə çıxardıktan sonra motivasiya stratejiyasını o ehtiyaclara uyğun formalaşdırmaq lazımdır. Onların ehtiyaclarını üzə çıxardıktan sonra onlara uyğun yanaşmaq, onların işə cəlb olunmasını təmin edir və həm də onların məmnuniyyətini və performansını yüksəldir. Əgər videonun sonuna dinlədisə, mən sizə çox səmimi qəlbdən təşəkkürümü bildirirəm və xahişim videonun altında komment yerinə öz fikirlərinizi söyləmənizi. Hansı etirazlarla üzləşmisiniz? Bu zaman nədə yox cavabı almışsınız? Yazın ki, biz də sizin suallarınıza uyğun yeni video çəkək paylaşaq. Öpürəm hər birinizi.